Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. Bu barədə sabiq spikerin qızı xanım Hənna Facebook hesabında məlumat yayıb. O bildirib ki, səfərin ilk günü ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri və ziyalıların məzarlarını ziyarətlə başlayıblar. Eks-spikerin qızı ardınca Şəhidlər Xiyabanına gedərək şəhidlərin xatirəsini yad etdiyini söyləyib. Dünyanın öndə olan paytaxt şəhərlərindən bizim paytaxtımız heç də geri qalmır. Başda Müzəffər Ali Başkomandan, Prezident İlham Əliyev olmaqla hər kəsə dərin təşəkkürümüzü bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir Azərbaycanlı kimi fəxr edirik ki, biz Azərbaycanlıyıq deyə xanım Hənna sözlərini əlavə edib.